Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Eliş ləqəbli tiktoker Elsəvər Nəbiyevin cinayət işi üzrə məhkəməsi başlayıb. Məlumata görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərdinin sədrliyi ilə keçirilən baxış iclasında dövlət ittihamçısı Elvin Mirzəyev ittiham aktını elan edib. Daha sonra ifadə vermək üçün təqsirləndirilən şəxsə söz verilib. TikToker ona qarşı elan edilmiş ittihamla özünü təqsirli bilməyib. Məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb. Qeyd edək ki, 1992-ci il təvəllüdlü Eliş ləqəbli Gəncəli tiktoker Elsəvər Nəbiyev ötən ilin noyabrında Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Tiktokerin üzərinə baxış zamanı bir bükümdə kustar üsulla hazırlanmış 3 qrama yaxın metamfetamin aşkar edilib. TikTokerə qarşı Cinayət Məcəlləsinin 234.1.1-ci satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlanma, emal etmə, daşıma, külli miqdarda törədildikdə maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, 34 yaşlı Gəncəli tiktoker dəfələrlə Eliş 020 adlı səhifəsində canlı yayım açaraq narkotik vasitənin təsiri altında qeyri-etik paylaşımlar, eləcə də narkotiklərin qəbulunu təbliğ edən videolar yayıb. TikToker bundan əvvəl də oxşar əməllərə görə dəfələrlə həbs edilib.